Pulsuz servislərin birinə gedib, Sign up tuşuna basırıq. Öz domenimiz yox, bu saytın verdiği müftə domen alırıq. Saytın adına domen deyərlər. Ya domen. Adımızı yazırıq. Taxma ad ola bilər. Mənim adımı mən yazdım burada. E-mail. Adres gərək doğru ola, tüm bilgilər də burada gələcəkdir. Password seçirik. Ən azı 6 dana və rəqəmlə hərf. Güvənlik kodunu yazırıq burada. Müqaviləni imzalırıq və hesabı açırıq.